Bugün sizə yeni bir kitab təqdimatı ilə gəlir. Elnur Cavadzadənin Axına qarşı kitabı. Ağla gələn ilk sual: bu kitabda nədən bəhs olunur? Bu kitab səni həqiqətə çağırır. Səni sadəcə mövcud olmaqdan çıxarıb, həqiqi mənada var olmağa səsləyir. Ətrafa bu hadisələr yalnız gözlə deyil, qəlblə baxmağa dəvət edir. Düşünməyin və təfəkkürün yük kimi qəbul edildiyi bir dövrdə, düşünməyin əslində bir yolçuluq olduğunu oxucuya anlatmağa çalışır. Bizə təqdim olunan həqiqətlərin arxasında duran gerçəyi özünəməxsus bir dillə izah edir. Bu kitab müasir dövrü anlamağa, insan olaraq qalmağa və fərqli olmaq üçün sadəcə insan olmağın kifayət etdiyini dərk etdirməyə çalışır. Betonun hakimiyyətinin artdığı bir zamanda bunun fərqinə varmağa səsləyir. Eyni zamanda fərqindəliyin azalması ilə ruhun azlığının və mənəvi çılpaqlığın necə artdığını oxucuya göstərir. Elə xeyirli olsun.